İmam Baqir əleyhissalamın Cabirə nəsihətləri. İmam Baqir əleyhissalam elə bir elm dəryası idi ki, alimlər və fəqihlər onun sahilində elm susuzluğunu yatırdırdılar. Bu dərya dalğa vuran zaman dövrün insanlarına elə bir yol öyrədirdi ki, onların həyatını dəyişdirirdi. Ona görə də bir gün dərya dalğalandı və İmam əleyhissalam Cabirə xitab edərək fəsih bir xütbə etdi. Bu köllü qanunların hərfləri tək-tək bəşər üçün həyatdır. İmam Baqir əleyhissalam buyurdu: Ey Cabir, əgər sənə zülm olunsa, sən zülm etmə. Əgər sənə xəyanət olunsa, sən xəyanət etmə. Əgər sənə yalan deyilsə, sən yalan danışma. Əgər səni məd və tərif etsələr, şad olma. Əgər sənə tənə vursalar, səbirsiz olma. Sənin haqqında deyilənlər barəsində fikirləş. Əgər sənin haqqında deyilən pis şeyləri özündə görsən, bil ki, Allah Taala'nın nəzərində sənin süqutun baş verir. Və bu böyük bir müsibətdir ki, özünü Allahın dərgahından alçaltmış olmusan. Düzgün iş üçün əsəbləşsən, xoş halı var. Amma cəmaatın gözündən düşməkdən qorxsan, deməli, Allahı düzgün tanımamısan. Əgər həqiqətin əksinə deyiblərsə, bu bir savabdır ki, əziyyətsiz olaraq ələ gətirmisən. Bil ki, əgər bütün səni tanıyanlar bir yerə yığılsa, bir dillə desələr, sən pis adamsan, sənin kədərinə səbəb olmayana qədər möhkəm olmasan və əgər desələr sən yaxşı adamsan, buna görə şad olsan, bizim dostumuz sayılmazsan. Özünü Qur'anın bərabərində bil. Əgər Qur'anın yolu ilə gedirsənsə, Qur'anın istəmədiyini istəmirsənsə, əgər Qur'anın istədiyini istəyirsənsə və qorxutduğundan qorxursansa, olduğun kimi qal və sənə müjdə olsun ki, haqqında deyilənlərin sənə heç bir zərəri yoxdur. Amma əgər Qur'andan ayrısansa, niyə özün üçün qürurlanırsan? Ey Cabir, az ruzini Allah tərəfindən çox hesab et ki, onun şükrünün öhdəsindən gələ biləsən. Ey Cabir, öz çoxlu ibadətini Allah üçün az bil ki, bununla özünü zəif və kiçik bilib bu yolla özünü bağışlada biləsən. İnsanlardan soyuqqanlıqla, naumid olmaqla, hərislik səbəblərini kəs. Özünü tanımaqla təkəbbürlük və məğrurluq yolunu bağla. Özünü Allaha düzgün tapşırmaqla öz rahatlığını təmin et. Rahat təsəlli ilə özünü axtar. Az xəta etməklə təsəllini ələ gətir. Xəlvətdə çoxlu zikr etməklə qəlb rahatlığını istə və mütəmadi, qəmli olmaqla qəlbini nuraniləşdir. Məbada işlərini təxirə salasan ki, bu dəryada həlak olanlar qərq olsunlar. Məbada qəflət edəsən, bu iş qəlbinin daşlanmasına səbəb olar. Üzrü qəbul olunmayan şeylərdəki süslükdən çəkin ki, peşman olanlar ona pənah aparırlar.